ümumiyyətlə cavab verəcək, o özü versin, Zahir bəy, özü mən gedir. burada sizə bir etiraz bildirəcəm. O deyir sizi elini ürküt, axsağını götür. Əslində düzgün misal deyil. Bilirsiniz insanlar niyə onu deyib? Çünki hər insan rahata qaçır. Elinin xasiyyətini bilir, xarakterini bilir, dəyərlərini bilir. Nə olar ki, başqa eldən gəlsin, mənə yeni mətbəx dadı gətirsin, yeni dəyərlər gətirsin, yeni zövqlər gətirsin. Niyə evə gələn gəlin dəyişdirilməlidir? Niyə? Bir dəfə, yəni, o öz mətbəxinin də yeməyini pişirsin. Razıyam. Gəlin, mənim sualıma biz cavab alanda, siz də suala cavab alacaqsınız ki, niyə? Amma səbəbi dedim də, yəni, biz dəyişdirmək istəyirik insanları. O gəlini də deyir ki, dəyişdirmək istəmir. Onda adam içki alüdəsi olur da. Dəyişdirməyə çalışmayaq da, onu içki alüdəsi kimi qəbul edək. Adam bilmir ki, qızını verəndə o içki aləsi ölənmə rəhmət. Bəs mənim bunun üçün deyil. Sualı ki, bırakıb qızının üstünə bırakıb ki, o da bəli, onun adını bilsən nədir? Bir balaca, çox demirəm də, dərindən demirəm. Laf, elə görünən tərəfin olur ki, özündən balaca 2 yaş balacaya gedir. Bilirsən, həyat bambaşdadır, bumerangdır, qayıdır. Atırsan, qayıdır özü və niyə? Bütün sevgilər toy gecəsi ölür, tutardır. Ondan səhərsi başlayır ailə. Ailədə də başlayıb birinci gündən. Çünki bütün hamısı yığılıb. Və hətta özünün o dağ başına qaldığı yerlərdə var, o tərcümə halını qıza danışır. Mən qızlar ölmüşəm, nə bilim, dirilmişəm, filan şey eləmişəm, filan şey. Bütün bu əzabı buna birinci gündən verib. Anam, Allah sədən sağlığı versin, yaşın elə çağındasınız ki. O xanım da icazə verib, yəni o belə deyil. Siz özünüz də icazə vermişsiniz, özü əzilməyinizə. Yəni bu tərəfə də bir baxın. Dost kimi deyib, insan kimi deyib, ailə qurandan sonra bu həyatını danışıb. Əslində düzgün deyil. Kimin keçmişində nə var? Mən boşanmalı deyirəm ki, ailə qurandan sonra içkisini görürüm mən bunun. Yaş eləyərək yerin görmüşəm, nələr görmüşəm. Olunmayan sevgilər yoxdur.